Reyni. Reyni. Eyni sözdür. Reyni. İkisi də Reyni, reyni. ikisi də reyni. Reyni nədir bəs? Reyni demişdim. Yaxşı. Bəli, sifət formasıdır. Sonuna y artırdıqda sifət əmələ gətirib isimdən. Və necə yazılır? Nə? Rain. Çox son dərəcə. Tu. Bu hansı sifətin göstəricisidir? Hansı sifəti? Sifətin hansı göstəricisidir yəni? Çox xüsusi. Tu Adi dərəcədir. Çox. Mən səndən soruşsam, sən də məndən soruşsan. Mən çox adi Tu. dərəcədir. Tu, o. Bəli, adi dərəcə deyil. Adi dərəcə göstəricidən say görüm. Adi dərəcəni göstəricilər. Hə, enough ediyordu. Sağ, enough idi, to, very, rather, quiet. Bunlar sifətin adi dərəcə göstəriciləri idi. Any, no, a little. Bunlar sifətin müqayisəsi, zən, bunlar olanda yəni müqayisə olurdu. Üstünlüklər hansılar idi? Üstünlüklər deməli zebesti bunlar idi. O qudun üstünlük dərəcəsidir. Amma mən deyirəm ki, cümlədə nə görsək, onu biz avtomatik sifətin üstünlük dərəcəsi seçməliyik. Cümlədə nə görsək, avtomatik olaraq more idi. More müqayisədir, həm də ki o cəmə qaydasıdır. Most üstünlükdür. Amma o Düzəlmə qayda. Eight. on. Onlar mən də onlar demək istəyirəm, sizə yadıma saldım mən. Hə. Inonət. Sonra Yox, var da enjoy var idi. incə sifət feildir. Bu nə əlaqəsi var? Have ever, had ever. Təkrar eləyəcəkdim mənim onları. Yaxşı, görüşüb tanışmaq, görüşmək. Meet. Nə yazılır? M-E-E-T. Bəs meat sözü var, Ət. Var. Var. yadında deyil. Var. Oxunuşları ikisi də mitdir, amma lakin biri ətdir, biri də görüşmək deməkdir. Mən iki bəs alınmalar. Biz orada görüşməkdir. Bütün gün boyu All day long. Düzdür. All day long. o nə yazılır? Alın. Allı. Çölə çıxmaq. Outside. Outside çöl. Bəs çölə çıxmaq nədir? Çölə get. Go out. Bəli. Layihə, Layihə project. project, bəli. Nə yazılır? Project. Cına, Cınadıdır. dəqiq olsun. Şınan, ş hərfi var deyə. J. Sonra j, p, r, o, j, sonra C. t. Ən yaxşı. Ən yaxşı the best. The best. O birisi mi? Heç vaxt. Heç vaxt Bəli. become. Become olmalıdır. Ne? Bir dəqiqə mən never. Nə yazılır? Never. Arxasında. Behind. Düzdür. Gecikmiş, yubanmış, gecikmiş. Light yazılır da deyəsən. Hərfdir. Yazışındır. Yazışın deyim. L-A-I-T. Yanlış deyirsən. Bu yazışlarına vaxt Latte. Bu yazışlarına vaxt öyrənəcəksən ki. 13 reyin, deməli late. Ay bala, faildir ki. Bəlkə gecik biri var, late biri vardı. O nə idi? Axırında gecikmək deyirsən ki, I was-la verirsən. Qabağına to-be formalarını verirsən. Late dəymirsən, qabağına to-be. Əslində burada yazmalı idi. Bu yox, mənə qulaq as. Yox, bu burada gecikmiş, yubanmışdı. Bəs fail forması nədir bu? Late. To be late. To be qabağında verirsən. Ondan sonra late verirsən. Orada da dəyişən to be olur. Late dəymirsən. To be olur, əmzar, was, were, been, have been, has been belə. Cədvəl, Table, tablet. table başqa nədir? Stop. Yazmaq, Rate. write. Vrite. Bəs r-i-c-h nədir? Right. R-i-c-h. Düzgün doğru. Bəli, haqlı. Başqa nə mənası var onun? Bir dənə də mənası var idi. Bəli, sağ. Keçmiş preposition mövzusudur. On the left, on the right. Müsahibə almaq, müsahibə. Interview. Bəli. Interview. Interview. Böyük yaşlı. Evdəli. Baba. Grandpa. Orada bir tane şey var, harf var. Nərfi. Dıda. Grandpa yazılır. İkisi də var. Kısaltılmış. Arzu, yuxu, arzulamaq. Dream. Hərfdir. Baxma. Dream. Yaxşı, əlbəttə. Əlbəttə. Demək, of course idi da. Hərf. Course. K-nə yazılmır da Fərid.
K-la deyirəm, Joa. Joas, bəli. Jourse. Qayğısına qalmaq. Qayğısına qalmaq deməli take care of. Hərf hərfdir. Başqa da var müəllim desin. Take, Bu kafta o desən. tak, T-A-K-E take, sonra Joe bir hafta dediniz. o deyil də Fərid. T-K. K-də K, take, Bildim onu, o birisini deyil. Joe, Yanlış deyirsən. Care. Zare, Yazılır. of. Zare, of. Sən course deyirsən ona. Course başqadır. K başqa. Həyata keçirmək. Həyata keçirmək become. Yo, realist. Realize. Nətər yazılır? Realist. Realist. Cavan. Young. Nətər yazılır? Y-O-N-C. Səhv deyirsən. Young. Ya səhv deyirsən. Young. U-la bəli. Young. Olmaq, çevrilmək. Olmaq, çevrilmək, become. Become. Aha. O nətər yazılır? B-E K deyil, gəlmək sözüdür da. Come yazılır, become. Deyilir become. Sonra kifayət qədər. Kifayət enough idi də. Bəli. Nətər yazılır? Nasıl mən demiş ki, hansı şeyi gətirir özündən sonra? Özünə sonra gətirmir, özünə əvvəl gətirir. Özünə əvvəl sifət isim. Özünə sonra isim gətirir, özünə əvvəl sifət gətirir. Hə, yəni özünün sonra deyim gətirir də. İsim gətirir. Sifətin hansı dərəcəsidir bu? Nə? Bu da bu enough. Enough. Azatım, adidə. Adi dərəcə. Azaltma yoxdur ingilislərdə. Müqayisə var. Müqayisə var, üstünlük var. Bu sifət bundan sonra gəlir, əvvəl gəlir. Sifət bundan sonra əvvəl. Əvvəl gəlir. Özünə sonra isim gələrsə, hə, bu özünə sonra ismi gətirir. Amma özündən əvvəl nə gəlir? Sifət gəlir. Öyrənmək. Öyrənmək learn idi. L-ö-dür o. Learn oxunur. İki nöqtə belə ö-dür. Nəsə yazılır? Learn. Hərf hərfdir. Baxma ora. V-E. Sonra. Ya anladı. R qaldı. Learn. Learn. Bacarıq. Evet. Axırıncı söz. Skill. Skill. Öyrənmisən? Bölmürüm. Məndən mənim hamısını soruşar. Məndə də sual Bir səhvəm hamısını da söyləyəmişəm. Bildim də. Məndə də soruşuram. Deyirəm mən yazmaq. Read. Verite yazılır, write deyil. Hərf hərfdə yazılışın. V-R-I-T. Hə. Ya müsahibə almaq, müsahibə. Interview deyilir, interview də yazılır. Aha, interview. Böyük, yaşlı. Elderli yazılır, elder deyilir. Baba. Old da var da müəllim, həm də Old baba. da var, old da var. Baba. Grandpa yazılır, D yox da pa deyilir də. Arzu, yuxu arzulamaq. Dream yazılır, dream deyilir. Əlbəttə. Of course, C-O-R-S-E. Of, bəli, qarşısına qalmaq. Qayğısına qalmaq. Bəli. Tak, care of. Yazılır. Take care of da deyilir. Həyata keçirmək, reallaşdırmaq. Realize yazılır, realist deyilir. Realize. Realize. Son dərəcə. Çox son. To yazılır, to deyilir də. To o yazılır, to deyilir. Olmaq, çevrilmək. Olmaq çevrilmək, become. Become yazılır da. Sonra cavan. Young. Y-O-N-G. Kifayət qədər. Kifayət qədər, enough. E-O-N-U. E-N. E-O-N-U. N. N-G. Yanlış. N-O-G-hı da. Ha. N-O-G-hı. Öyrənmək. Öyrənmək, learn. Learn deyilir. Bəli, deyil, amma yazısı. Bacarıq. Bacarıqda skill. Düzdür. Tanış olmaq, görüşmək. Meet. Meet yazılır, meet deyilir. İçinə nə? 2. Yağmaq. A olanda ət olur. Bəli. Yağmaq, yağış. Rain. Rain yazılır, rain deyilir. Bəli. İnaf hansı dərəcəni göstərəcəkdir? Adi. A dərəcə. Sifətdən sonra gəlir, əvvəl. Sifət əvvəl gəlir. Sonra bəli. İsimdə ondan sonra. Bəli, malıyız. Bütün gün boyu. All day long yazılır, all day long deyilir. Bəs bunun hansı zamanı göstərici olduğunu bilirsən? Bütün gün boyu. Hansı zaman göstərici olduğunu bilirsən? Adi. İndiki saatı. İndiki zamanda.
İkinci Old değil. Keçmiş, Değil. keçmiş davam edici. Değil olsaydı deyirlər ətləşdirir. Dillər Deməli, ətləşdirilirdi. Ondan. ondan, ondan. Old değil hatta benim. Çölə çıxmaq, keçmiş davam edici. Go out. Keçmiş oldu. Go old. Old. Layihə, Project. ən yaxşı. ZBS kod da var. Go old. Good yaxşıdır. 5 onun üstünə verəcəksən. Heç vaxt Heç və never. Yazılır never. Düz. Arxasında. B A yoxda Hind. Behind, O birisində bəli. behind. A var. orada. Behind. Bəli, deyilişdə behind, yazılışda behind. Gecikmək, yubanmaq. Təkrar bilmədikləri. Gecikmək, yubanmaq. L- Late yazılır, late deyilir. Aha, yazmaq. Yazmaq. Cədvəl. Table. Table yazılır. Table'da stol da var da. Yazmaq nə oldu? Yazmaq. 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 Table. Ha, yazmaq. Right. Right. Mən qarışdırdım ya. Vita yazılır, right. Hə. Düzdür. Yaxşı öyrənmisən bu dəfə necə? Bu dəfə. Qaldaq ya sən bunda. Niyə? Hamısı soruşmuyor. Ortadan başlamışdım da. Yox, soruşursan. Ortadan başladım axıra qədər. De görüm mənə. Mən hamısı soruşurum. Yaxşı. Böyük yaşlı. El dəli. Old da var. Yazışın deyin. El değildi yazılır. Baba. Grandpa. Arzu yuxu arzulamaq. Dream. Əlbəttə. Yuxu, mənim bu həm də yuxuda sirlə onda sinonimdir. Yatmaq, silib yatmaq mənasında gedir. Bu o silib yatmaq da var, uşaq. var. Uşaq yox. Yox, yatmaq, hə. Yatmaq yuxu mənası iki dənəsə. Bu yatmaq mənasına getmir də. Bu arzu, xəyal, yuxu kimi bir şeydir. Sonra əlbəttə. Of course. Of zorusiyə. Qayğısına qalmaq. Take care of. Etəzdir. Take care of. Həyata keçirmək. Realize də. Realize. Yazılışın diqqətinə hərf. R-E-L-A. Real, Real. easy. Easy. Çox son dərəcə. To. Etəzdir. To. Olmaq, çevrilmək. Become. Etəzdir. Become. Gənc cavan. Young. Young yazılır. Young deyilir. Young yazılır. Bəli. Young deyil. Kifayət qədər. Enough. Etəzdir. Enerji. Öyrənmək. Öyrənmək deməli. Learn. Nəsə Yarın yazılır. Bacarıq. 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 Skill. Skill. Tanış olmaq, görüşmək. Meet. Nəsə yazılır? Meet. Yağmaq, yağış. Rain. Nəsə yazılır? Rain deməli. Bütün gün boyu. All day long. Hansı dərəcə göstərici oldu bu? Dedik ki, Hansı zamanı? Keçmiş sadə zaman. Davam edir. Keçmiş davam edici zamanda bütün gün boyu deyirik zaten. Çölə çıxmaq. Go out. Nəsə yazılır? Out. Hani go out. Bəli. Layihə. Nə məli? Layihə. Elm dahil project. Ən yaxşı. Ən yaxşı is the best. Heç vaxt. Never. Necə? Sonra arxasında. Behind. Nəsə yazılır? Behind. Gecikmək. Late. Nəsə yazılır? Latin. Mən deməyim, Latin, nəsə mən- özün deyil, avtomatik. Cədvəl. Table. Sonra yazmaq. Right. Table. Register. Yanlışdır. Yox, right. Read. Reader, bəli. Müsahibə. Müsahibə interview. Nəsə yazılır. Interview. VF. Axırı V. W. Yanlış. Interview. Viyev, bəli, Viyev. Böyük yaşlı. Dedim də müəllim eldə. Hə. Hayır, soruşma. Məzid bu arzu istəklər verilişi deyil. Burada növbə ilə sən növbə çatdısa. Necə? Öyrənmisən? O ne demek canım? Öyrənmisən ha? Ben birini soruşun ki bu yardım kalsın ama buna Ne soruşma. 3 nəfərdən soruşur da. Yaxşı. Təkrarım Allah məcbə bəvəs çıxaracam sənə. Dədə nömrəsi var burada. yazdım. De görün mənə. Görüşmək. Meet. İkilemeyin. Yağmaq, yağış. Rain, try. Salam.
Sonra bütün gün boyu Erdoğan. çölə, Keçmiş devam edip devam edip. çölə çıxmaq. Go out. Out. Bəli. Layihə Project. Project. ən yaxşı. The best. Nə heç vaxt. Never. Never. Arxasında Behind. Behind. gecikmə yubanma. What? Cədvəl Table, tablet. yazmaq. Write, read. Müsahibə. Interview. Adres böyük yaşlı. Elderly. Baba. Grandpa, Düzdür. Arzu. Arzu, dream, Driyam. Əlbəttə. Elbette, of course. Of doğrusu. Qayğısına qalmaq. Tek, zaryo. Yazılır. Tek, Takit, Carov yazılır. Deyiliş nətərdir? tek, Care of. kao. Həyata keçirmək. Hayata geçirmek şey. Realist. Realize. Realist. Son dərəcə. To. To. General. Olmaq, çevirmək. Become. Yazışım dedim. Cavan. Young. Young. Ki. Young. Kifayət qədər. Şfay enough. N-O. UGH. Ucu. Sonra öyrənmək. Learn. Nə yazılır? Learn. Bacarıq. Skill. İki tane var. Bərmalıyız. Mecid. Ben Bura öyrənmək dedi. Bura öyrənib gəlməlisən, ay bala. öğreyen gerekçem. Ört o kitabı. Heç vaxt. Yerdən danışıb bəbəni çıxaracam, ha. Bir tane başlığım görmedi. Nə? Ne diyeyim? Bir yazmak, o her yazmak istedim. Nevə. Ne var ya, ben her gün dedim. Yaxşı. Ən yaxşı. Nədir? Şey var değil mi? Yanlış deyirsən. Zebra. Zebra. Həvut səsvə. Nə? Sən bura niyə gəlsən? Öyrənməyə gəlmirsən? Yerim demedim size. Denən də bəs. Gör səndən başqa belə cavab verən bilən var. Dedim hemen başka. The best. Belki o. Yaxşı, mənə də görüm. Cavan. Teon. Nə? Neon. Hmm. Yok, ben yok. Yok. Ha. Abi ne? Nətər yazdı bilirsən? O ne? Ki. Yaxşı, də görüm mənə. Öyrənmək. Travel məni. Travel səyahət eləmək demək. Ya tırnamış dedim ben diyeyim. Yox. Gelmedi. Allahla başlayır. Veya V-E-A-T. Yanlış. O liderlik etmək deməkdir. Liad, lider. Learn. Bəli, yox, cavab verirəm də. Hasan kim belə gedəcək ki? Ya. Nə? Eğlendim. Görüşmək, tanış olmaq. Meet, meet yazdım. Yaxşı, yağış. Yağış. Ryan. Bir də de. Ryan. D var. Ryan. T tamam. S bir orada. Nə D yox, nə də T yox. Ryan. R-A. İ, N. Ben Ryan. Vso. Ben. Reyin deyilir. Ben. Yaxşı, bütün gün boyu. Bütün gün boyu. Gün boyu. Taco. Yanlış deyirsən. Kararlaşma kalma. Yanlış deyirsən. El değil mi? Al değil. All day All day long. yazdı. El değil. El değil dedi. Yaxşı da görün mənə. Arxasında. Arkasında. Behind. Behind. Bəli. Nətər yazılır? R-E-A. Dediyin kimi yazırsan. Olsun. Behind. B, H, I, N, D. Behind değil mi? Yaxşı da görün mənə. Yazmaq. Ryan. Right. Nətər yazılır? Rufai. Yanlış deyirsən. Ryan. R ilə yazılmır. W ilə başlayır. Hatta bu sonra
Hazır da Vriti. Vriti ya da. Aha düz deyirəm mən. Düz demirsən axı bala. Düz deyirəm. Bu düzdür bu. Sən ümumiyyətlə deyə bilmirsən ha bala. Qalmışdı ki, səhv olsun. Səhv də demirsən heç. Yaşlı, böyük. El. Ha. Sən arxaya otur. Her şey görürüm. Deməli, Her şey görürüm. Baba. Grandfather. Ha, ötə kitabı. Çox. Son dərəcə. Qrammatika nə təkrarlamırsınız ki? İndi mən soruşanda bəbəzi deyəcəksiniz. Şu o yazılır mənim su deyirəm. Evet, her kitabı. Hey. Bazar falan. Qarşısına qalma. Qarşısına qalma. Ne etdik? Yanlış deyirsən. Bir an demiştim onu yazmışdım. Taking. Take care of. Hadi öyle. Olmaq. Because. Bir də Because. because çünküdür. Sən söz qalmırsan, evet. Because. Ben nasıl da diyelim işte. Nə deyirsən? Because da mən. Because səhv deyirsən. Because. Become. Become da mən. Kifayət qədər. Fark eder ben yandım. Ev dəriməliyim. Yanlış deyirsən. Enough. Enough. Öyrənməmişsən. Məcid. Mişə bəcər demişim mən. Həmişə bilirəm. Həqiqi mən mişə bəcər dedim. Həmişə bilirəm sənə qulaq. Yoxsa verəm öyrənirdim onu. Səbəbim kəsərəm. Özü başqa işdə. Oxumaq deyil. Yaxşı. Məsələn. Okay. De görüm mənə. Çölə getmək, çölə çıxmaq. Go out. Layihə. Project. Ha. Project yazılır. Ən yaxşı. The best. Düzdür. Yazışı eynidir onsuz da. Heç vaxt. Never. Arxasında Behind. tanış olmaq, görüşmək. Mate. Yazılır, mitdir. Mate. Yağma, yağış. Rain. Deyilir, yazılır, rayin. Bütün gün boyu. All day long. Day long. Gecikmiş, yubanmış. Late. Necə deyərsən, üzr istəyirəm, gecikmişəm. I am sorry. I am sorry. I am sorry dedik heç. I am late. I am sorry. Ben gecikdim bəs. Late. This burada late Oh. da. Ada ha. Was very good. So I am demədin. I was late. Deyil. Ha, keçmə bitmişində have been olur. Bəli. Deyək cədvəl, Table. Tablet. yazmaq, Write. Tablet. müsahibə, Interview. VF, Bel. böyük, yaşlı, Elderly. baba, Grandfather. arzu, arzulamaq, Dream. əlbəttə, Of course. yazılış, Of course. qayğısına qalmaq. Take care of. Takidarı of. Bunun başqa qayğısına qalmaq bilirik. Look After. Bəli. Həyata keçirmək, realist. realize, Bəli. yazılışı, Realist. lize, Lize. çox, son dərəcə, To. yazılış, To. cənab, olmaq, Become. Düzəlməli. Become. gənc, cavan, Young. G. Kifayət qədər, səsə qoyalım, Energy. öyrənmək, Learn. bacarıq, Skill. düzdür. Düzdür. Buradakı ilk nəşr arasında fərq edər. Bir də
Axıra çatdı. Qrammatika nə idi? Be Be able able to. Mən qrammatikada səhvə 4 Be able olmuşam. to. Be Niyə able başa to. düşmürəm? We do it. 413 Bəli. Bir about to-la bir going to biz demişdik ki, keçmiş zamanda işlənir, gələcək zamanda işlənir deməli. Düzdür. Bəs orada çalışma nömrə deməli gözüm. Çalışma nömrə 1-ə bax, bizdə 5-ci suala baxın məli. Dəqiq vaxt göstərilmir. About ora böyük. Bozlaraq orada keçmiş. Bizim Dəqiq beşinci zamanı zamanı göstərilir göstərilir axı. axı. Bilməm, about böyük. Dəqiq vaxt göstərim, amma orada keçmiş var axı boz. Olsun. About to-da nə demişdik biz? Dəqiq Demişik ki, zamanı gələcək göstərilir, zaman işləmir. gələcək, dəqiq zamanda göstərilir. Düzdürmü? Burada Gələcək o mənada gələcək yox. Yəni ki, hər hansısa bir şeyə niyyətin olduğunu göstərirdi. Bu işi eləmək niyyətində idim, amma eləyə bilmədim. Gözəl qrammatikansına daha yaxşı başa salacağam sonra. Fərid, tu bax nədir? Üzərində olmaq, bir də nə isə etmək. Okay. Bir şeyi, yəni tezliklə eləmək niyyətində olmaq mənasını verir də, düzdürmü? Yaxşı. Burada hadisə baş verir, Hadisə xeyr. baş vermir. Düzdürmü? Məsələn deyirsən ki, I was about to write a letter. Nə deməkdir? Mən dediyimi tərcümə edə bilərsən. I was about to write a letter. Mən I was about to eləyəcəkdim. Nə edəcəkdim? Məktub yazırsan. Məktub yazacaq. Yazacaqdım. Yazmışdım orada. Xeyr. Yazmışdım. Hadisə baş vermir də. Baş vermir. Hansı zaman zərfi ilə işlənir? Sadəcə. Hansı zaman zərfi? Heç bir zaman. Bir dənə zaman zərfi var. Choose. Just deyil, Use da. just deyil. Choose. Just. O nə demək içməlidir? Choose. İki dənə mənası var onun. Bir indicə deməkdir, bir də sadəcə. Burada about to olan yerdə indicə demək. Sadəcə, yəni zaman zərfi olmadığına görə istifadə edilmirik. Başqa zaman geçirsiniz. Göstərilir də orada zaman zərfi. Necə? Başqa zaman zərfləri göstərilir. Yox. Göstərilmir. Belə oyuna göstərilirdi. Sonra Dəqiq zaman Az işləmir. mənim çatsın da. able to nədir? To be able to. To be able to. Bacarmaq, malik olmaq. Bəli, bacarmaq bilmək. Ekvivalenti nədir? Going. Yox. Can. Ekvivalent deyilmə məmləkət. Sinonimi. Have, malik olmaq, have. Hə. O mənada malik olmaq deyil bu. Nəyisə eləməyə malik olmaq, nəyisə bacarırsan. Onda have-dir, ümumiyyətcə ekvivalent. Yox, bacarmaq, ay bala, bacarmaqdan gedir söhbət. Burada malik olmaq, sahib olmaq mənasında deyil. Yəni nəyisə bacarırsan, nəyisə eləməyi bacarırsan. Kitaba malikəm deyəndə have-dən istifadə edirik. Amma yazmağa malikəm, yazmağı bacarıram deyəndə able to-dan deyilir. Able to-nun başqa nədir bacarmaq? Can. Kəndir də. Bacarmaq bilmək. Bacarmağı keçməmişik. Amma o da xeyr. Bacarmaq Control. Özdə qadir olmaqdır, malik olmaq deyirik. Sonra to be able to-nun keçmişi nədir? To be able to-nun Keçmişi. Can Could could keçmişdi, Bəli, can'in could. keçmişidir. Bəli. Mən to be able to-nun keçmişini soruşuram. To be able to. Ha, burada yazmayıblar. Deməli, əslində able to. burada yazılası bir şey də yoxdur əslində, abala. To be-nin formasını çevir. To be yox varsa Var, əgər aslında. sözün içində to be varsa, sən to be-ni avtomatik çevirməlisən də keçmişə. Nətər olacaq onda? Was, were, able to. Gələcəyi nətər olacaq? Gələcəyimizdə. Təmizə gələcəkdir. Şərvildə. Shall will sonra Keçmişi deyir. ay bala. Shall be. Able Hə də şərbi o cür. Shall will able. Shall-dan sonra will-dan sonra able gələ bilməz. Birinci be gəlməlidir. Şərbi Able to. Do-you nədir? Duyutu malməli. Hə. Burada söhbət nədən gedir? Planlaşdırmaq. Bəli, planlaşdırıcı hərəkəti yeni yetirdiyimizdən istifadə edilir. Burada zaman zərfləri göstərilir? Xeyr. Xeyr. Amma to be about to da göstərilir də. Tu bəbər göstərir. Göstərilir axı mənim dəqiq. Dəndə bir dəqiqə mən də hələ söz soruşan fərqdə. Tu bəbər tu da göstərilir də. Göstərilir. Şərbi ilə deməliyim. Just nədə işlənirdi Fərid təkcə? Just be about to. Ancaq nə işlənirdi? Just deyirəm. Başqa zaman zərflər istifadə olunurdu. Do to da istifadə olunmur. Bəs harda istifadə olunur?
Bəli, about to-da işləmirsə, burada işlənir də deməli. About to-da Dedik işləmir ha. Burada işlənir. deyil, mən burada about to var. Burada işlənir də zaman Hə, zərfləri. işlənir də, mən dedik, just idi da bir dənə. Bir dənə oyun işlənir. Da başqasına Hə, işlənir deyil. başqasına işlənir. İşlənmirdi də, düzdürmü? Burada yoxdur da bu, hə? Deməli harda olacaq? Zaman zərfləri. Burada olacaq da. Bəs mən burada harda deyək? O saat 3-də, 5 dəqiqə sonra next month, onlar Ən nədir bəs? aşağıda. Ən aşağıları Orada oxunur. dəqiq nə? Orada dəqiq deyil də zaman göstərsin. Orada ümumiyyətlə yoxdur. Göstərir də deyil. Sadəcə Zaman- just var. zamanı göstərir. Orada uzaqbaşı just var. Hə. Burada isə saat 3-də, 5-də və s. beləsinə. Fərid, Nicat, nə oldu to be about to? To be about to malı məli demək. Elə bir şeydir. Üzəri olmaq da daha çox, ən çox, yəni daha doğrusu üzəri olmaqdır. Burada necə deyə bilərsən? Cümlə desən tərcümə edə bilərsən? Deyim. Mən bu ümumiyyətlə çox düşür qrammatikaya, çox var. İndi salıblarsa düşər də, hə. Ya düşür, niyə düşmüş? Təzə salırlar. Mən Təzəlicə bəlkə- salırlar. Gözlənilən. To be expected. Hə, nə oldu to be about to? Deməli bir şeylə etməyə hazırlaşmaq mənasını verir. Orada hər cümlə deyəcəydim. Mən necə deyə bilərsən ki, Bakını tərk etmək hazırlaşıram, tərk edəcəm. Dəqiq vaxt deyir də burada. Nə dəqiq vaxtı? Hə, be about. Cümlə deyirəm, tərcümədə. Mən də Aha, I am aha. about to, Aha. Baku, yox. Leave. Live. Tərk etmək Bakını deyirlər. Dolar. Arada bilim o. About to live nətə yazılır? Nətə yazılır? Live. Bəli. Live Baku. Libe yazılan Libe canlıdır var da. Həm canlı həm də yaşamaq. Mən də yaşamaq. O burada hansı zaman zərfindən istifadə olunur sadəcə? Justan var. Just nətə yazılır o? Juusudur. Bəs to be going to nədir? To be Going to. O bacarmaqda, kan kimdə? Tapan haqqıyla. Euro bilər. Dəqiq vaxt göstərsin. Dəqiq da vaxt belədir. Avvala, to be going to, able to demirəm. Going to deyirəm, going to. Hər dəst deyirəm, onu hər dəstə yaddan çıxarır. Yenisi. Özünə sonra nə gələrsə, nə gəlir. Özünə sonra nə gələrsə, nə gəlməzsə. Getmək iki dənə mənası var da. Bir getmək mənası var, bir də acaq-acaq mənası var. Əgər özündən sonra məkan bilən yerlər gəlirsə, getmək, feil gəlirsə acaq. Məsələn, mənə qulaq asın. Dəqiqən, tərcümə elə. I am going to Baku. Tərcümə elə. Mən Bakıya Bakıya going, gedirəm. Gedirəm. Mən Düzdürmü? Bakıya gedirəm. Bir də var deyiz ki, I am going to buy a new computer. I am going to buy. Mən Going to-dan sonra to Mən buy dedim. Buy dedim. Buy nədir? Buy. Almaq. aldım. İndi burada going to nələr olacaq? Açalım. Acaq. Acaq da mən. Bəli. Çünki feil gəldi axı. Acaq. Feil gəldisə acaq oldu. olur. O acaq nəyə artılacaq? Özünə sonra gələn feilin sonuna, buy'ın axırına. Ola alacağam a new computer. Mən Yeni elə ki kompüter. Bakıdan yeni kompüter alacağam. da, Onun üçün dediyinizə görə. Alacağım. Yox. Deyirəm ki, baba. To be yazmışam. Bəli. Belə yazıram da. To be going to iki dənə tərcüməsi var. Biri getməkdir, biri acaq-acaqdır. Əgər burada Bakı, ofis falan gələrsə, Mən Bakıya gedirəm. gedirəm olur. Bəli. Bir olanda o gedir. Amma buy, nə bilim, Almaq. arrive, feillər gələrsə, bu olur nə? Acaq. Bunun da axırında olacaq acaq, elə mi? Alacaq. Alacaq. Məsələn, he is going O to, indi mənə qulaq, ofis var, məkan bildirir də, düzdür. O ofisə gedir. gedir. Burada ofis, məkanı sildim, yazdım ki, buy a car. O alacaq. Alacaq. Alacaq Alacaq. maşın da, alacaq maşın. Yaxşı, to be able to nədir? To be able to. Able to Ha. malıdır, malı. Malı deyil axı. Üzəri olmaq, üzəri. Doğrudan. Bacarmaq. Modallarda keçməmişik to be able to-nu. Keçmiş. Bacarmaq. Bəs orada da keçirik, burada da keçirik. Ona bir cavab verə bilmirsən sən. Bacarmaq qadir olmaqdır. Evet. Yaxşı. Kəndədə düzdürmü? Bəs to be do to. Do to, do it to. Ay, şey yox.
Budur da malıməli. Hə, bu malıməliyə, bu qarşı demək, bu to be malıməlidir. Bu nə demək? Bir expressdir. Fərq göstərir. Gözlənilən. Gözlənilən. Going to-dakı bacarmaq da bir Going to bacarmaqdır. bir going to da belə bacarmaq yazılır. Bacarmaqdır. Veya bu. Ha, indi zaten. Üzrə olmaq. Demək buraya yazıda qadir olmaq bacarmaq buraya yazılır. Hara yazdı baxın. Going to diyor. Hani going to? Veya. Ha, going to. Ay bilən. Aynen. Going to diyor. Yukarıdaki going to'dur. Bilməm, Hani going to? burada O değil. O değil going to. Ha, o Şimdi da. başka şey. Ha, ne? Bir going to. Abi demək burada yazdım. O değil. Bu, Anlaşdırılmış gözlənilən. bu buna aittir. Bunlar hamısı buna aittir. Going to buradadır. Yəni Ha. Ay bala, going to'nun dedik 2 dənə tərcüməsi fransızlardır. planlaşdırılan, Aha. bir də gözlənilən. Yəni biri var planlaşdırılan acaq-acaq mənasında gedir. Ən çox tərcüməsi. O bir indi başladığımız dövrə. Ha, bəs able to nədir? To be able to. Bacarmaq deyil, mən bacarmaq qadir olmaq deyil. Malıməli nədir? Malıməli duetdir da. Bəs to be about to nədir? Əbatdır, bacarmaq. Yanlış deyirsən. O able to'dur. 3 dənə söz, 3 dənə qrammatikada sadə 3 dənə O bilməm, mən qeyrəni qarışdıram da var. qarışdırırsan. Al. Bax indi qarışdırma. Adam kimi öyrən. Nədir about to? Qadir olmaq. Əbattu, yox, hədə qadir olmaq da, bu budur. Qadir olmaq da, bacarmaq. About to deyirəm. Əbattu, hə, üzrə olmaq da, mən. Nəysə, burada dedik ki, sadəcə bir dənə zaman zərfi işləndi. Yaxşı. Burada iş baş verir. Hadisə baş verir, yox. Going to nə idi? Going to, dedik, zəmənim indi. Planlaşdırılmış. Planlaşdırılmış. Hədə planlaşdırılmış. Nətə tərcümə olunur? Əcaq-əcək kimi. Ən çox bəli, azıq-azıq. Yəni eləyəcəyəm, bu niyyətliyəm kimi tərcümə olunur. About to nədir? Əbattu, qadir olmaq. Hayvan duyduğun hemen şey. Hədə üzrə olmaq da, mən düz demişim də, birinci saçdız. Üzrə olmaq da, malik ki, üzrə olmaq, malik olmaq. Able to nədir? Qadir olmaq, bacarmaq. Keçmişi nədir? Can could. O kənin keçmişi kuddur. Özdə kən keçmiş deyil. Was very able to. Was very able to. Gələcəyi nədir? Shall be, will be. Able to. Düyüsü nədir? Deməli, malı məli, mal məlidir. Burada zaman zərfi göstərilir. Zaman zərflərdə, bəli, Göstərilir. saat, dəqiqə bunlar. Bəli. Deyən ki, qatar saat 5-də çatmalıdır. Mənim müəllim, Ha. deməli, train, Aha. çatmaq üzrədir də, onda Aha. about to, Yox, çatmalıdır deyən. Gözləyir ki, saat 5-də gəlsin. do Çat. it to, İz qaldı, əmzar qaldı. Train is, do it to, Çatmaq bilsəndir. çatmaq da, Arrive. Arrive saat 5-də. 2 o'clock, 5 o'clock. 5 o'clock, 5 o'clock saat 5. Bəs 5-də nədir? At 5 o'clock. at 5, Əslində ne demişsən ki? at 5 o'clock. Məcid, Ben gelmemiştim. Ben de. gözlüyün olsa heç kim gəlməmişdi. Yo, bir de benim hastanenin ölüsü yazmıştım. Ha. Yəni gəlməmisənsə sənə haqq qazandırıram ki, öyrənməyə bilərsən. Başa düşməmsən? Nəyə başa düşməmsən ki? Örgenin buruzu ne diye paylaşıyorum. O pis şeydir əslində. Həqiq zarfatsız. Çox. Mənə qulaq. Nicat. Niyə boşlayansan? Zəhrimar nə qarra? Üzünə 5 dəqiqə baxanda, belə ötəri baxanda əlbəttə ki, qarışdıracaqsan ki. Xeyr, mən Ableton'u Ableton'u. İndi orada borc yerləri olsaydı, sənə borcu olanlar, o qarışdırardın sən, ay tövbə. Qəpiyinə qədər hamısını dəqiq bilərdin. Məzət, bax indi, to be about to, nəyisə etməyə hazırlaşmaq deməkdir. Yəni, əgər bir şey eləyərsənsə, prosta eləyəcək üzrə olmuşsan, prosta işin alınmayıb.
O zaman biz to be about to-dan istifadə. Yəni onu eləmirsənsə, əvvəlcə məsələn ingilis dilini öyrənmək niyyətindəsənsə, onu eləmək istəyirsənsə, deməli sən özünə about to-nu aid etməlisən. Çünki öyrənə bilmirsən axı sonuçda, düzdür? Məsələn deyirsən ki, I'm about to learn new words in English. Mən ingilis dilində yeni sözlər öyrənməyə hazırlaşıram. Prosta olmadı da, iş alınmadı. Bu zaman biz nədən istifadə edirik? About to-dan istifadə edirik. Başa düşürsən. Sadəcə about to-da just-dan istifadə edirik. Zaman zərflərindən sadəcə just istifadə olunur. Ola da bilər, olmaya da bilər. Prosta da yəni əgər işdir, birdən desək ki, hansısa bir zaman zərfini qoyduğun just-ı qoymalısan. Going to, bax bura going. Going to. Going to. Going to-nun 2 dənə tərcüməsi var. Biri planlaşdırılmış işi görən zaman istifadə edirik. O zaman burada ən çox acaq-acaq kimi tərcümə olunur adətən. Nə vaxt acaq-acaq tərcümə? Özündən sonra feil gələrsə, bax bunlar ki, bundan sonra, bax bundan sonra feil gəlirsə, feilin sonuna acaq-acaq atırsan. Yox, məsələn, ofis gəlirsə, məktəb gəlirsə, Bakı gəlirsə, Ankara və s. beləsə yerə gəlirsə, bu olur getmək mənə, gedirəm. Gedir, biz gedir və s. beləsə tərcümə olunur. To be able to modal feillərdə keçmişdik indişinlərə. Bəlkə burada idi modal feilləri keçəndə. Xeyr. Modal feilləri keçəndə to be able to var idi ki, o da bacarmaq bilmək idi. Yəni ki, oradakı to be var. Birini görsən oradakı B-ni. B əslində əmzardır, was were-dür. İndi ora məsdər formasını yazıblar ki, yəni hamısını yaza bilməzlər axı, şəxsə görə dəyişir o. Oradakı be var, be. Əmzar da ola bilər, was were da ola bilər, have been, has been, will be, shall be, hər şey ola bilər. Prosta indi ötəri yazıblar ora. İndi onu əgər I gəlsəydi, be çevriləcək olacaq nə am, you gəlsə are, he gəlsə is olacaq. Ondan sonra able to gələcək, ondan sonra fail gələcək. Fail mütləq şəkildə gəlməlidir. Və feilinlə yanaşı bu bacarmaq bilmək olacaq. Məsələn deyirsən ki, I am able to learn new words. Məsələn mən I am able to learn, hələ danışma, bugünkü sözlərimizdən learn. Okay. Nədir? I am able to write. Mən deyə bilərəm. Tərcümə edə bilərsən? Necə tərcümə edirsən? Mən able to. Nədir able to? I am able to. Oxumaz. Olmadı. Bacarmaq. Bacarıram. Nəyə bacarıram? Write. Yazmaq. Bəli, yazmağı bacarıram. Burada artıq I am able to, I be able to demirsən. Bir dəyişik formaları. Eyni qayda bu do to-ya da aiddir. Do to-da da to be-nin formaları var orada. Tərcüməsi nədir do to-nun? Orada bax altında heç olmasa tərcümələrin əzbərləyərdir də. Malı məli hansısa bir gözlənilən bir hərəkət. Məsələn deyirsən ki, məsəl üçün də dədəm gəlməlidir. Bunu sən bilirsən ki, işdən çıxıb bu vaxtda evə gəlməlidir. O zaman biz istifadə edirik do to-dan. Deyirsən ki, mənim məsəl üçün qardaşım gəlməlidir evə. Ben birinci mənim qardaşım demişəm. Hələ. My brother. My brother şey. Gəlməlidir. Is sonra due to My brother is due to come. Testlərin üzərində daha yaxşı başa düşürsən, hansı beləsinə? Nə biləcək? De görüm, about to. Üzrə olmaq, nadir olmaq. Nə olmaq? Üzrə olmaq. Nadir olmaq dedim axı. Nəysə. Necə zaman zərflərindən sadəcə to be going to To be going to planlaşdırılmış da var. Böyle bir şey var. Tərcümə. Planlaşdırılmış olanda adlar olur. Ofisində də ofis şeylər. Yaxşı məkan gələrsə də. Düzdürmü? Bəs able to bacarmaq. To be able to bacarmaqdır, bəli. Keçmişi nədir? Able to, gələcəyi. Will be, shall be able to. Okay. Due to nədir? Bütün malı məli. Başqa malı məli bilirik. Var idi, mas var idi. Başqa. Sonra malı məli. Həftə həftə hətto. Masın sualın kələni necə alırdı? Bəs həftə həftə həttonun? Do does did-dən istifadə edirik. Bunda da ki, Bəli. Burada zaman zərflər istifadə olunur. Okay. Nə oldu about to? Bacarmaq.
Hə, birinci. About. Birinci Bəli. demişsiniz. O nə adəti var ki, Niyyətində birinci, olmaqda, ikinci. Nəyisə etmək, hazırlaşmaq böyle. Sadəcə zaman zərflərindən çox istifadə olundu. Sonra başqa zaman zərfi göstərilirdi. To going to neydi? O da eyni şeydi, amma özünün bir acaq mənası vardı, bir də Getmək mənası. Əgər Əgər gəlsək, acaq məkan gəlsə, isə feil. Yaxşı. To be able to Ableton dedim mən onu. going to dedim. Bacarmaq. Bilmək, düzdürmü? Qadir olmaq. Qarışdırmağı aradan qaldırdığında Nicat. Baxıram. Burada keçmiş nə olacaq? Was var. Able to. Gələcəyini bilirsən. Şərq Bitmişi. Have been, has Been, had been. Due to-dakı, due to Mal. malın əli bir də gözlənilən bir iş. gözlənilən. Sən deyirsən ki, bu iş olmalıdır da. Bunu hamı gözləyir ki, məsələn, sabah məsəl üçün parti olmalıdır. Çünki əvvəlcədən qərar verilib, yer ayrı olunub. About to-da isə bir işi sən özün planlaşdırmamısan, amma eləmək istəyirsən də bunu. Deyirsən ki, mən yazmaq üzrəyəm, yazmağa hazırlaşıram. Burada dəqiq vaxt göstərilir. Bəli. Okay, testlərdən. Test verməm, çalışmam. Çalışma götürməm. Aha. Evet, başla görüm. Yəni mən 5-ci çalışmağı Bu gün də uşaqların yarısı niyə gəlmir? demirəm, mən məktəbdə müəllim qoymur. Deyir dərs vaxtları gedirsə, siyahı ilə ağzını götürür. Dərs saat 5-dir. Saat... Kəsəşsə olmaz demiş. Hə, başla Fərid. Bizə qaçıb gəlir. Cruise corrector. Zeus Rive Firdi. Bu şeydi de Amerika'da. Ha. Amerika'da. Ha, Amerika Elektronlar. nümayəndələri Amerikan nümayəndələri Firdi. arrive çatacaqlar 5-ci gün. gün. İndi burada 10 Friday göstərilib. Çatacaqlar. Mənə qulaq as. 10 Friday göstərilib. On Vaxtı. Vaxtı göstərilib də düzdür. Dəqiq vaxt göstərilib. Ona görə duaydı. Bəli, About da demişdik ki, sadəcə olsa əgər işdir də indi. Olsa hə bir dənə just verə bilərsən. Yəni verməyə də bilərsən. Bax ikinci Podcast Tuesday nesən? Burada dəyişir. Tuesday dəqiq vaxt göstərir də burada da. hansıdır dəqiq vaxt? Tuesday-də. Hə, Thursday. Aslında da Thursday. Thursday-nin bəli, next Thursday-də Burada. burada. Aha. Sonra 3-də burada vaxt yoxdur mənim. Aha. Burada vaxt yoxdur, ona görə abort olur. Aha. Özü train 8 saatdır da. 8:30 saat. O dəqiq vaxtı dua edeyim. Aha. I was burada vaxt dəqiq deyil, abortdur. Mən maya görə dəqiq vaxt göstərir də may. Ha da. Onda dua edeyim. Hə, vaxt da dəqiq deyəndə ki, vaxt göstərir. Aha. Rain abortdur, burada vaxt yoxdur. May yenə var vaxt burada dəqiq dua edeyim. Burada vaxt yoxdur, 9-da abortdur. Tomorrow morning dua edeyim, vaxt dəqiqdir göstərir. Göstərilib hə. 2 nə? Necə? Deməli, səsini zep qoyuyoruz. Duet deməli. Nə üçün orada dəyərkən seçdin ki? Dəqiq zaman vermir də. Verməyib deyə duetonu seçdin. Verib orada. Hansıdır orada dəqiq zaman? Hansıdır ki, zaman göstərib? Nə deməli? Nə sən nəyə baxdın ki, bildin ki, bu zamandır, götürün onu seçdin. Nəyə baxdın? Orada half var deməli. Half yox, half an hour. Half. Nə deməkdir half an hour? Yarım saata. Yarım saat deməli bir. Yarım saata. 2-də. Deməli z water su z to boil. Deməli burada Aba dəqiq vaxt verir. Boil nədir ki? Qaynamaq. Normal deyil. Necə? Boil nədir ki? Oil da var, qaynamaqdır. Oil dediyin neft yağdır. Hə, vaxt göstərilib burada. Xeyr deməli. Göstərilməyib hansı olacaq? About. Olsaydı duet olacaq idi. Sonra Burada müəllim sonra verib. sonra deyil o. Sonra
Next sonra deyil. Next həmişə sonra deyil. Next-in başqa mənası da var. Daxil olma, Daxil çıxmaq, Dəfən haqqında. O exit-dir, exit. Next. Gələn. Next ayda. Gələn deyil, ay. Gələcək zamanda keçməmiş. Şu gələn həftə. Orada da zaman göstərici olduğuna görə duet olacaq da. Sonra 4-də də baxırıq. Zaman göstəricisi olmadan about-dur. Next var ha müəllim. Giriş çıxır. Ayda var da. Exit yazılır o. Boy. E-X-I-T. Yəni 5-də də müəllim dəqiq zaman göstəricisi yoxdur. About-dur. 5-də baxırıq. Burada müəllim Monday var da müəllim zaman göstəricisi. Monday qabağına da bax da imkan varsa. Baxırıq, hə. Last. Bəli, görürük. Monday qabağında. Deməli mən burada zaman göstərici olacaq, duet olacaq. 7-yə də baxırıq. Burada zaman göstəricisi yoxdur da, müəllim about-dur. 8-ə də baxırıq. Deməli burada var da mən zaman göstəricisi. Ondan sonra duetdur. 9-a da baxırıq. 9-da yoxdur. About-dur. Ona da baxırıq. Orada görürük ki, yoxdur. About-dur. İşte 3-ün birincisində deməli vaxt göstərir faylın 5 dəqiqə. 5 dəqiqə deməli 5 dəqiqə bəli. 5 dəqiqə sonra. 2-də də deməli vaxt göstərilir yenə duetu. Aha. 3-də göstərmir də about. Aha. 4-də də ay bulur. Yenə göstərmir də about. Sonra 5-də deməli next göstərilir duetu. 6-da da göstərilməyib about. 7-də göstərilməyib about. İndi bax bu deyirdim də, hə keçmiş zaman olmasını deyirdim də. Okay, bax deyir ki, gələcəkdə planlaşdırılmış hərəkətdə düzdür. Okay, altını oxuyuruq. Hansı idi o? Hə. Deyir ki, mən adı nədir? Live tərk edəcəkdim də, etmək üzrə idim. Edəcəkdim. Hansı zamandadır? Edəcəkdim. Nə vaxtsa da deməli. O ümumiyyətlə Azərbaycan dilində. Keçmişlər də. Azərbaycan dilində. Xeyr, mən tərk edəcəkdim. Hansı zamandadır? Keçmişdir. Biləcək. Gedəcək, əcək var, birinci. Birinciyə görə götürmür. Gələcək. Gələcək. Gedəcək, əcək. Hətta demək burada da keçmişlərdir onda. Bizə keçmiş. Biz eləsinə götürürük ingilis dilində. Hə, mən də onu deyim də. Azərbaycan dilində birinciyə baxma. Məsələn, gedirdim. Hansı Bura gedirdim, bura baxıram. ora baxsan ilkidir, düzdür? Gedəcəkdim. Hansı zamanda? Gələcəkdir də. Hə, burada da işi görsəm əvvəlcədən keçmiş zamanda danışır, prosta gələcəkdən danışır. Keçmiş zamanda da özü. Düzdürmü? Burada ingilislərdə xəbər oldu. Hə. 7-də yuxarı git. Hə, 7-də. Deməli vaxt yoxdur about. 8-də də ay oldu. Nə vaxtsa deməli about. 9-da about, 10-da about. Sonra necə? 4-cü cümlə bu. Məcid deməli nə deyir? Burada nə edirik? Make-up center sözülmüş sözlərdən istifadə edərək nə bilim nə. Və burada hə cümlə quracaqsan ki, her parents cümlə danışmırıq. Məcid cümlə Azərbaycan dilində danışıram hələ. Hansı cümlə üzvü ilə başlayır? Adətən ingilislərdə də elədir. Cümlə üzvü ilə xəbərlə başlayır. Düzdür? Müftadiyə nə baxır? Axırda xəbər açsa ol. Axırda xəbər olur. Ayda mən müftadiyə. Düzdür. Bəs ingilislərdə bilirsən o ardıcıllıq. Axırda time. Yox. Müftada Hə, tıxlazam. Amma onlar əvvəl case olur. Hə? müftadiyə xəbər. Müftada xəbər. Ana olmasa sən it qulbası bir yer orada. Bu deməli Allah bilir. Müftada xəbərdir, düzdür? İndi sən deməli birinci müftada gəlməlidir. Düzdür? Baxırsan birinci hansı müftada ola bilmə ehtimalı var. Her parents. Bəli, o cümlə müftadasıdır. Burada live, liave yazılan. Onun tərcüməsini bilirik. Live nədir? Özün cavab verir, nə bəyaları? Live. Bəyənmək, yox. Olmaq. Yox. Kitab bax, hə. Tərk etmək. Tərk etmək, deyil mi? İndi yaxşı. Demişdik ki, bu about to-dur, able to-dur, nə bilim due to-dur. Bunların işlənmə yeri müftədadan sonra da düzdür? Müftədadan indi müftəda gəldi, her parents. Okay, müftədanın biri çatdı. İndi nə gəlməlidir?
Duye var. Bəli. Duye tu gəlməlidir. İndi orada duye tu-nu verməyiblər ki, özün qoyacaqsan. Əmzar vozvör də verməyiblər də. Bəs o ar qoymalı deyil. Herpedes ar. Özün qoyacaqsan da. Özün Ha, özümüz qoyacağıq. Her parents cəmdə olduğuna görə nə gələcək? Are. Sonra nə gələcək? Every, bəli, this evening gələcək. Cümlə də görün mənə özün. İşte gəl. Herpedes. Aha. Ar qaldı axı. Ar. Duye. Tu qaldı. Tu live. This evening. İkin elə özün. İçine. Bu düzdür müəllim. Ay, prosta bəzi çatışmamazlıqlar var. Onları yerinə səl. Əbatdan sonra nə gəlməlidir? Bəs əvvəlinə gəlməlidir əbatdan əvvəldə. Bəli, iz gəlməli. Çünki konsept təkdədir. Təkdə olduğuna iz gəlir. Amma cəm olsaydı ar olacaq. 3-də. 3-də. Deməli, birinci, 2, 3, 4. Düzdür müəllim. Birinci duy. Yox, niyə ki düz deyil də? Düz. Ha. İndi nəsə olacaq? Play-dən sonra nə gələcək? Play-dən sonra iz qaldı axı. Duye. Tu həmişə verirsən. Land. Aha. Sonra 4-də. Birinci yu gələcək müəllim. İndi yu bəli yu gələcək. Sualda axı bu, sualda. Sualda nə keçsəmişə qabaq? Bax bunlar vil bəli madis. Vil gələcək, sonra nə gələcək? Şəl. Ay, vil şəl ikisindən birini qoysan da. Əbul. Vildən sonra nə gəldi? Vildən sonra əbul da. Able niyə ki? Yu da yu. Ay sağ, will you. Əbul. Able'ın qabağında bir dənə şey var. Yanlış. Able to düzdür, amma qabağında bir dənə şey yaddan çıxdı. Arda nə var? Olmadı. Arın yerinə will qoymusan da. Kimdir ya qabağında nəsə yaddan çıxdı? Apple. Hə, şey. Able to. Be. Bir də deyirəm. Demişəm ki, will olan yerdə əmzar vozvər olmur da. Sadəcə will you be able to sonra zəhrimar words. O isimdir. Able to-dan, do to-dan sonra xəbər gəlməlidir. Orada xəbər hansıdır? Danışma. Danışma heç kim yerdən. Allahın dostunu bəbəni çıxarar mən adamı. Nə deməkdirlər, nə? Nə deməkdirlər? Nə deməkdirlər? Deyirəm də müəllim. Nə? Ha? Ya da yaxınlar çıxdı. Baş yox. Ne yaram var olacaq. Ha. Burada nə oldu? Burada nə oldu? Hansı? Burada nə oldu? Nə demişdin? Fark edər. Ay. O deyil. Ay, hər yadıma çıxdı mən. Mənə qoxsan. Bu fikir nə qarşısında? Ha, bugünkü sözümüz. Deməzid. Bugünkü sözümüzdür. Öyrənmək. Tərcümə kim eləyər? Hansı yox müəllim? 4-də. Sən öyrənəcəksən. Yeni söz. Able qaldı. Able qaldı. Able qaldı. Bacaracaqsan. Öyrənəcəksən də. Öyrənə biləcəksən. Sən öyrənməyəcəksən yeni sözlər. 5. Söz. 5. Ay sağ ol. Will verdin. Bazeydən sonra əmzar qaldı axı. Able to. About to have breakfast. Nətər olacaq tərcüməsi? About to-nun tərcüməsi nə oldu? Bir şeyi eləmək üzrədilər də. Yemək yeyəcəklər. Səhər. İndi Elmir səhvlər tapam nədir? Bilmirəm, baxın, rewrite the sentence using the words. Hə, mötərizənin içindəki sözləri gətirib hə, dən gözləm. I couldn't go, vaxtında getmədim. Mən istəyirdim ki, gedim, polis. Hə, yerinə qoyacaqsan. İkinci cümlədə. I couldn't go to bed in the time. In time, vaxt tərcümə eləyək. Mən gedə bilmədim. Vaxtında Yatmağa. Gedə bilmədim. İkinci cümlə deyir ki, when I wanted to go bed, nə vaxt ki mən gedirdim ki, yatmaq istəyirdim. Polis neynədi? Olmadı, knock. The door, knock. Döydü.
İndi, yəni mən yatmaq istəyirdim ki, o deməli ki, mən yatmağa hazırlaşırdım da, düzdür? Deməli, want to-nu çıxardırıq, onun yerinə Onun yerinə basdırdı. hadi yatmaq üzrə idim ki, qapını I döyüldü. am about to. Və əmin edirsən ki, wanted hansı zamandadır? Keçmişdə I was about. Söhbət bağlandı. Hə. 2-də. I learning. Mən nə edirəm? İngilis dilini öyrən. Nirəm. I- Mən düşünürəm ki, Ben onu başaramam. Will be. Yox, burada I can-dir də. Ha, I can can-i yerinə çıxardırıq. qoyuruq. Can-i çıxardırıq. Burada I am able to. söhbət bağlandı. Mən danışa biləcəm ingilisdə fluently. Olmadı. Cümlənin axırı yaddan çıxıb qalıb. Cümlənin ən axırına. Gələcəkdə Sun nədir? Sun. tezliklə. Hansı zaman göstəricisidir? Gələcək zaman göstərici. Will-dən sonra nə qaldı? Will be about. Söhbət Burada bağlandı. ID işarədə verir. Ha, will də bəs eləyir. 3-də. Mən görürəm. Burada going yerinə qoyulur. Bəli, going to-nu yedi, bəli. Asal. It is about to. jump. Jump'ı da silmirsən. 4-də. Burada bir dənə cümlə var. O açan mən qapı nə gözəl oxu. O qapı açan mədir. O istəyir. Want to open. Telefon. Telefon. Qapı zəng çaldı. Hə. O bir dənə tərcümə eləyək. O couldn't open the door. Bilmədi Aça bilmədi. qapını. Telefon üçün Zəng çaldı. O istəyəndə open. Telefon zəng çaldı. Aysa. Sonraki söz var. Aysa. Şeydən sonra gələcək nə? Was about to. Aysa. Çünki wanted keçmişdədir. 5-də. I carried the airport and was is going. Going yerinə qoyulur. Deməli deyildi ki. Bəli. Is var elə burada. Biz olduğu kimi qalır. To-da. Söhbət bağlandı. Okay. Birincidə sən o ki, düyünün tozu yoxdur. Misteklər deyir, bəli. Düyünün hamı bura baxır. Tərcümə deyə bilərik. Deyir ki, sən Bu gün tapışırığın. hə, Yol, hə. etmisən olur. Bəli, burada hənd bəli. İkincidə orada yox, will be able to olur. Bəli. Baxım tomorrow varsa, bəli. Sən nə edəcəksən onu Görəcəksən. görə biləcəksən. Görəcəksən olsaydı, sadəcə will see olacaq. Orada to be able to olmayacaq idi. Burada deyir ki, görə biləcəksən. Able to dedik ki, bacarmaq bilməkdir. Gözü çəkmək kitabdan. İkincidə burada was olmalıdır. Bəli, niyə görə? Çünki digər tərəfimiz hansı zamandadır? Rəng. A hərfi kitaba baxırıq da biz ha. Bəli, keçmiş olduğuna görə Orada was olacaq. She was able to. aha, o qapını açmaq üzrə idi ki, O telefon deyəcək. zəng çaldı. Dördüncüdə burada bir dəqiqə mənim. Burada about to olmayacaq. Yoxlanılmış bir şeylər var. Burada mənim do you to olacaq. 12 varsa. about Bəli, to çünki çıxacaq. dəqiq vaxt göstərilibsə, qatar saat 12-də də gəlib çatmalıdır ki o vaxtı ora, Qlasova. Dəyə vaxtı. Sonra 5-cidə burada about to olmalıdır. about to niyə ki? Nə olsun bax. Tomorrow var orada. Can var ya orada. 5-ə baxırıq. 6-ya baxırıq mən. 5-ə baxaq da. 5 qaldı. Do var orada. Burada bəli. Burada tomorrow yoxdur. Burada will you can olmalıdır. Olmadı. Suala niyə sarsan ki? Will you can? Will be olur, gələcək. Will'in birisi yoxdur. Can-la will işlənir ümumiyyətlə. Yox. Ayda indiki zamanda. Hə, bəli, çıxır o. Can çıxır. Onun yerinə gəlir. Will be Yox. Will bir-dən sonra nə? Do. about to. Able. Able to da. Can'ın ekvivalentini qoyursan da, will-dən sonra biz can istifadə eləmirdik. Can'ın indiki zaman və salam. Bir dənə keçmişi var. Bəli, kutu. Onu əgər gələcəyə salmaq istəsəydik, meydana nə gətirirdik? Onun ekvivalentin. Bəli. Çünki able to-nu həm indiki zamanda da verə bilərik, həm keçmiş zamanda da verə bilərik, həm gələcək zaman, həm bitmiş zaman. Bütün zamanlarda verə. Nəyi? Nəyi dedim mən? Able to. To be able to-nu. Onda burada elə will can çıxardıq able to qoyaq da yerinə. Çıxarmalıyıq da, məcbur çıxarmaq. Çünki will-lə can gəlmir axı da. Sonra
6-da burada əbatın tusu yoxdur bir dənə. Ha, so. Nə deyir ki, əvvəlcə 5 tərcümələ. Onlar sabah Suala cavab verə biləcək. biləcəklər suallar var. 6-da turn off eləginə Söndür telefonu. konsert Başlamaq üzrədir. üzrədir. 7. Tələs. Burada arın yerinə iz olmalıdır. Ha, 7-də dedim baxım. Ha. Arı yerinə iz nədir sənədən? Baxın bir dənə. 7-də hə, bəli. Bir dəqiqə deyəm. İz oldu. Mən Ana danış da sən. kim? Mən də qəbul. Mənim bunun yerini izləyir. Kim danışır? Dur canım otur. Ora. Kesin də mən də. Görün kim danışır. Nə olsun şükür. Məməllə. Sənin necə danışır? Mən danışmıram. Davam et. 8 bir tələs mağaza Bağlanacaq da, yəni bağlanmaq üzrədir. 8-də bura visitor güzgü. Neyse burada S var, iz verirlər. Sonra ar olur. Aha. Ona görə mənim güzgü. Visitor, Neydi? turist, Hə, turist. çilər bəli. Turistlər Hə, saat 10-da 11 yarısı gəlib satacaqlar. Faktor. çatmalıdılar. Sən olub bu gün nə çox gülürsən ki? 11'e geldi. Deyirəm 11-i yazsın. Az gül. Bu gün bütün gün gülmüsən sən. Davam elə 9-la. 9-da V ilə boz işləmir, vör işləmir. İşlənir, tərcümə eləyək. Bir dəqiqə. Deyir biz leave. Tərk etmək üzrə idik. Yağış başlayır. Başlayanda, aha, sonra. 10-da B olmur. Yox, Bəli də. Hələ Voz zaten B-di də. Bəli. Vozdan B olmur. Çıxır o. Vil olsaydı hə olardı bir şər. O bildi, Suala düzgün cavab verir. belə bildi 11. 11-də B-si yoxdur bilir. Tərcümə eləyək. O deyir, O nədir ki? mən gələn, yox, deyir ki, mən sabah Səninlə gələcəm. biləcəm. Able biləcəmdir. Able to olmasaydı, hə onda sən deyəndi. Gələcəm deməkdir. Gələ biləcəm. Burada 12-də də able çıxır. Tulsu Yox, gəldi. yəni çıxmır. Tulsu yoxdur. O this afternoon. Bu Günorta fix təmir edə bilir. Yox, biləcək yox. Elə bilir. Nəyi? Think bilirsiz nədir? Ben o fikrini etmeli. Əli yürüsən bu o nədir? Unvalniki. Aile o fikrini etmeli. Hə? Təmir etməkdə. Təmir etmək, təmir. Buradan belə gedək. Fərid, oxu. Hara baxırdın Fərid? Fərid 12-dəki bizim elədiyimiz axırıncı sestansı idi. Təmir etmək. Hə, orada səhvimiz nə oldu? Təmir etmək. Təmir etmək səhv idi. Danışma yerdən. Bax gedikatı izləmirsən. Nə ara sən necə danışaq? Əlbəttə ki, baxmayandan sonra öyrənə də bilməyəcəksən də. Özün bilərsən. Yetdin elə. Mən də sənə deməkdən yoruldum. Dədəvə də deyəcəm. Zipland is duyarı. Burada horda ona görə duyarı. Duyardı. Nə var burada? Saat. Half an hour. İkisini bir yerə gəlirsən. Qatar yarım saata malıdır. Çünki düetün malı məli deyildi bala. Bir iş baş vermək üzrədir. 2-də burada vaxt göstərisi, zaman göstərisi yoxdur. Ona görə abotdur. Mən. Amma ikincidə orada mən kan nədir ki? Kanay. Kanal. Bacarma bilmək. Bilərəm sənə fon. Zəng eləyə bilərəm sənə. Geri zəng eləyə bilərəm. Birincidə nə deyir ki? Mən abot üzrəyəm. Nə üzrəyəm? İt. Yemək üzrəyəm. Sonra zəng eləyərəm deyir. Eləyə bilərəm. 3-də. Burada zaman göstərisi yoxdur. Nə olacaq? Abat olacaq. Look at the monkey. Nə deməkdir? Look at that monkey. Baxır 3000. Look at baxmaq deyil. O ilə başlamayıb. Əmr cümləsidir. 50 dəfə deyir ki, bax. Bax. Nəyə bax? O meymuna. O meymuna, bax o meymuna. O tullanır. Maq üzrədir. About to varsa dedik ki, üzrədir də. 5, 4. Rhyme burada mən yaxşı. Baxın.
Hadi, yağış yağmaq. Aboutdur olur onda. The sky is dark tərcümə elə. Demək, qaranlıq da. Olmadı sky. Sky nə? Səma Səma qaranlıqdır. Qaranlıq deyil burada, daha doğrusu. Dark düzdür, qaradır. Qaradır. Ay sağ. Nə məndə qara? Buludludur o Hədə mənada. yağış yağır, axırına Mən Fikirləşirəm ki, yağış yağacaq. okay, sonra 5-də. Sonra clear is Vekas var da. 3 həftə. Qabağına da bax. Əsas qabaqlarıdır onun. To have var. Ondan ora qədər yox. Clear is. In 3 weeks. Mən In 5-ə baxmırıq. 5-ə, Harda durdu qabağında? In var 3 weeks. O 3 dənəsi. Mən də onu deyirəm də. Sən sadəcə weeks dedin. Mən sonradan dedim də Weeks-dən sonra 3 həftə. 3 həftə sonra. Bəs Vix verilir. Demişik ki, onlarda S verirlər də. Bizim miqdar sayından sonra S-lərlər verilmir. 3 həftə sonra Carol duydu. Nə etməlidir? Təmizləməlidir. Hanı təmizləmək? Clear is dedim. Clara deyə o. Claradır. Clara. Clear müəllim təmiz. Clear. Clara nə etməlidir? Operasiya keçirməlidir. 6. Burada da zaman göstəricisi yoxdur. Mən təşəkkür Düşünürəm. Oyuna başlamağı. Oyun. Üzrə bax. Oyun. Başlamaq. Üzrədir, oyun. Aha. Sonra Saat. Mən burada ayrıdır yoxsa buna aiddir? Vaxt göstərir də. Hadi onda du olacaq da. Sən qatar gəlmək üzrədir də saat 8:20. 8. 8 phrase about Liave çıxışdı bu. O ferry qayıqdır, qayıq. Qayıq çıxmaq üzrədir. Qayıq çıxır. Bəli, düzdür. 8-i də deyir ki, mənim duyetlə Ableton deyir də. Yəni də. Birinciyə baxırıq ki, burada mənim saat zaman Göstərilir. verdiyinə görə duyet olur. 2-yə baxırıq. Mən tərcümə eləyəcəm, narahat olma. Deyir ki, film Başlamaq üzərdədir. Saat başlamalıdır. Saat 8-ə deməli. 2-də. Deməli, 2-də baxırıq. Exam nədir orada exam? İmtahandır, exam. Danışmayın. Ivana apostrof S. Exam nə deməkdir burada? Biri gəlli idi də. İşte biri gəli idi də. Bir də xəbərdir. İzin qısaldılmışıdır. Tamam, orada zamanı göstərici olduğuna görə duyet olur. Və burada tərcümədə finish tomorrow səhər deyir, imtahan. Bitməlidir. İmtahan başlayacaq da. Finish. Bitməlidir. Deməli, 3-ə baxırıq. Deyir ki, half our employers. Nə deməkdir half? Nə deməkdir half? Yarısı. Nə yarısı employees? 5-in yarısıdır. Employee. İşçilərin yarısı. İşçilərin yarısı. 5 il. İndi burada il də var da 5 il. Sonra in varsa in. O sonra deməkdir. Onda olur ki, işçilərin yarısı 5 il sonra nə qoyacaqsan burada yerinə? Duyetdə də zaman var. Duyet orada malı mərəddə düzdür. Retire nədir? Yenilənəcəkdir. Yox. İşdən çıxmaq. 5 ildən sonra çıxacaq. Çıxmalıdır. İşdən çıxmalıdır. Deməli, Leyla pensiya çıxmağa, 4. Təqaüdə çıxmaq, retire. Təqaüdə çıxmaq. 4 edirik. Leylanın train. Qatarı saat 9:37-də çatmalıdır. Bəli. Duyet olacaq da. 5-də. Can bacarma, deməli I call you. Back. Call nədir? Call. Deməli bayıra çıxmaq. Mən zəng eləyə bilərəm. Çöldə çıxıb danışmağa da. Deyir ki, sənə sonra zəng eləyə bilərəmmi? Mən çağırmaq da var da. Adlandırmaq da var. Orada əbatdır, zaman göstərmir. Göstərə bilirsən Məcid? Sözlərini təkrar edim. Yadımdan çıxardım. Bunların səsi gəlir. Sonra növbəti. Deməli baxırıq ki, 6-ya baxırıq. Where biz to have Nə qoyacaqsan burada? 6. Burada mənə elə baxanda görə zaman göstərir. Əbatdır. Difference tərcümə.
Have lunch nədir? Nə deməkdir? Biz Lunch nədir? Qəlyanaltı. Qəlyanaltı Aha, da. Deyir biz qəlyanaltı Etmək üzrəyik. etmək üzrəyik. Sən Bu- xoşsun. İstərdimmi? Sən Would istərdin. like-si verdi, istərdimmi? Sən istərdinmi? Join. Qoşlasın bizə. Qoşulasan bizə. Join'la da qoşulasan da. Bugünkü sözümüz. Join var. Yoxdur bu gün. Abi çataq ora deyək. Mən Bir hələ jüri. Danışma. Biz Məcid, burada belə bir qayda qanun var. Sən heç bir halda özünə düşəcək testi işləmirsən. Nə deməkdir bu? Biz burada əgər 8-ci testi eləyiriksə, sən də 8 eləyirsən. Sən amma oturub 9-u atdelini işləyirsən. Buradakı gedişatdan xəbərin olmur. Sözdən tərcümə etmir. Ayağından çıxsın, eybi yoxdur, qoy çıxsın. Amma bunu öyrənginən ki, növbət dəfə o test eləyəndə, orada mən sənə yadda salacağam testləri, sualları. Davam elə, doq. deyir ki, we just today. Biz indi. Biz indi today Walk neydi? Gəzintiyə set-off Biz çıxmaq. indi gəzintiyə Çıxmayacaq. çıxmayacaq. Yox, niyə ki, inkar çıxmaq üzrəyik. Biz indi Burada nə gəzintiyə qoyacağıq? çıxmaq üzrəyik. Zaman göstərməyə baxır able to da. Həm də ki, just vardı orada. Hə, Just var. Bəli. Just nə Orada işlənirdi? Able to. About. About nə? Able to. About. About. Deməli, The want come. 8 bax indi. 7-nin ikincisini kim eləyəcək? Deyir ki, do You want to come. Deyir, Sən çıxmaq sən istərsən. çıxmaq istərsən, Gəlmək istəyirsən. gəlmək istərsən, bizə sual veririk də. Bizə yox, gəlmək Gəlmək istəyirsən. istərsən, 8. deməli, Sürməkdir, yoxsa məndən sürücü. Drive air, sürücü. sürücü, Sürücü çıxmaq üzrə. sürücü gəlmək üzrə. Olmadı. Burada hə kollekt yığmaq, toplamaq, kolleksiya. Sürücü Onları toplamaq üzrədir. ay Shall I phone to stop him? Mən Mən telefon phone zəng etmək. Zəng etmək. Mən telefon zəng etmək. Ay, telefon duyğuru zəng Mən etmək. zəngi dayandırmalıyam. Mən dayandırmaq üçün zəng eləyəcəm ona. Dayandım. Nə düzgün, yəni deyir ki, birinciden baxa, deyir Hə, ki, sürücü onları onları yığmaq üzrədir. Sonra Aha. deyir ki, gələcək zamana Mən burada onları ərdadır. Hə? Onları ərdadır. Onları zemlədir bəs. Zem var. Hə, Hə. zem. Deyir ki, sonra gələcək orası ikinci cümlə var ki, gələcək zaman deyir ki, shall I phone telefonda. Onlar deyən. Orada fon telefon deyil, ay bala zəng etməkdir. Çünki mübtədadan sonra nə gəlir? Xəbər. Ay nədir cümlənin? Ay nədir? Mübtədadan sonra nə gəlir bu orada? Fon, xəbər deməli telefon gələnməzdir. Orada zəng etməkdir. Onda Mən zəng eləyəcəm onu dayandırmaq üçün. Yəni Hə, mən zəng etdim. 9-u mən oxuyurdu, mən sıra mən. hə. Heyf Mecidin əziyyətindən. Heyf. Əsələ yenə götür, mən bir də gözləyəm. Deməli, mənim biri olacaq Boz Əbattu. Aha. Çünki ərab etdi. Həm keçmişdədir. Keçmişdədir. Həm də zaman göstəricisi yoxdur. Bəli. O ikidə də deməli. Mən eləyəcəm, tərcümə mən eləyəcəm, narahat olma. Deyir ki, mən deyir, tərk edəcəm. Üzrə idim. Tərk etmək üzrə idim. Mark Mark ərab çatanda. satanda. Deməli, ikidə də zaman göstəricisi var. Bu da gələcək zaman göstəricisi. Deməli, onda will be able to olacaq da. Ha, sağ ol. You Able to var burada. Able to var heç burada. deməli, Anı able to. About to demək istəyirsən. hədə will be about. About to da zaman göstəricisi olurdu. Xeyr. Bəs onda nəsə olacaq? Do to yoxdur da orada ha. Var da olan üçündən də qoya bilərsən də. Bilmirəm, müəllim. Ay bala, üçün deyəndə o sən əslində Hansı uyğunda onu qoymalısan? Ay bala, about to-nu 2 dəfə yazıb var orada. Bəli. Yəni ki, able to yazmaq yox. Çatdıra bilmirəm. Mən able to qoymuşam. Ala Hə, biləcəksən iki ha. Əgər sən pul indi yığsan, tezliklə maşın ala bilərsən, bilməlisən. Əslində orada səhv yazılır. About to-nun yerinə daha doğrusu olmalıdır able to. Mən able to yazmışam. Will be able to. Ha, Mən də elə ala yazmışam. biləcəksən Will deyir, be bəli. able to yazmışam. 2-də. 3-də də demək. 3 deyim mən nə? Kim nə elədi? Hə, 3-də, 3-də. 3-də də deməli olacaq burada.
zaman göstərir, is, duetuda, izdə. Bəli, construction nədir? Construction. Konstruksiya. Nə belə? Konstruksiya. Konstruksiya. İkincisi. Təməldə. İkincisi kitabxananın 2 həftə Ya 2 həftəyə hazırda sta başlanacaq. malıdır. Başlanmalıdır da sta. Deməli 4-də də about to olmağına about to deyil. Deməli iz verəcək. Deyir ki, hurry up, tələs, performansa, show başlamalıdır. Üzrədir. 5-də də deməli Komanda. Deməli duet olacaq. İz olar da. Is, duetu. Komanda gələn. İtaliyaya uçacaq. Həftə yoxsa ay? Gələn ay. Uçmalıdır. Deməli 6-da da able to 6-ya da mənim able to yazmışam. Mən böyle able to. Bəli. Hardan gözləmirsən? Bir saniyə, mən bilmirəm şey. İllər sonra görüm mən də baxım. İllər sonra araşdırmadan, yəni bir neçə il sonra ekspertlər hieroqrafik simvolların tərcümə edə bildilər, bəli. 7-də deməli ar olacaq mənə görə. Deməli tomorrow sabah duet olar. Deyir ki, 3 kişilər 3 dənə kişi olar, hə? Hələ 3 kişilər demirsən, 3 kişi deyirsən. Kişilər bunlar özləri demirsən. Bunlar 3 kişi sabah appear appear gözə görsənmək. Court nədir bəs? Limanda Gözə görsənir. Məlidirlər. Baxın burada nə? Göz üzrə idilər. Burada gözə görsənməlidirlər. Onda burada da olacaq. Mövcud olmalıdır o mənim. No one is. Aha. Burada sonra about to yazmışam, sonra silib able to yazmışam. Able to yaşaya bilməz deyir də. Bilməz kimi tərcümə. Bəli. Onu deməli. Oxu. Bunu yarı-yarı oxuyaq. Yarıya. Deyir ki, Summer Harvest məhsulu. Burada indiki zamanda deməli. Sədəm dəqiqə, yayda deyil. Yayda olmasın, sizin qarşısında in olmalıdır. Mənə qulaq az. Yay fiso. Harvest məhsul. Yay məhsulu. Nə olacaq? Nə üzrədir? Ha. Nə burada mənə qulaq az. Nə oldu? Able to qoydun. Başlaya biləcək. Niyə görə başlaya biləcək kimi tərcümə edirsən ki? Başlamaq üzrədir deyəndə də o daha məntiqlidir, həm də məsləhətdir. İkinci nə qoymusan? Able duetu. Nədir? Qoşa-qoşa qoyursan. Are deyir, able deyir. Able. Able duetu. Are able to, bəli. İkiyə able to qoydun. Are sonra. Duetu. Bəli. Düzdür. Vaxt göstərilib burada, düzdür, yoxsa yox? 12-15 göstərilib. Onlar 12-15-də land nədir? Land. Enməlidirlər. Hetrova. Bəs vətən nədir? Mazələn. 3-də. Orada da o kim olacaq? Bəli. Niyə görə onu eləsinə götürmüsən? Zaman göstərir. Bəli. Hansı zaman göstəricisi? Bəli. 10 o'clock saat. 10 danışma. Nədir 10? 10 demən 10. Bəli. Saat 10-da Roma. çatmalıdırlar, arrive. Sonra 4-də. 4 demən. Elə o da o kim olacaq? Bəli, 10 days time var. 10 gün sonra. Days var, gün. Duet. Kimi? Zaman göstərisi var da mən. Bildik də, nə qışqırsan ki, Sümə. Nə qoyacaqsan burada? Bir yaxşından əvvəl. Ha, bir yaxşı. Yaxşı. De görüm, indi hər fərq yazdığımı de görüm. Araməli. 4-də. 4-də deməli arı. Ay sağ ol. Niyə görə arı götürdün ki? Arı indiki zaman. Biləm indiki zaman. Niyə iz götürmədin, əm götürmədin, arı götürdün? Ola üçü də indiki zamandadır da.
Cəmdə olduğunu bilirəm. Nədir cəmdə olan? De denən də. Vaxtlarda mən. Hə? Orada mən sözlərdə. Oradakı Elektron. elections'da o. Elections cəmdə olduğuna görə obrislərə yox. Prezident seçkiləri keçiriləcək 10 gün sonra. 5. 5-də də deyir o Ari Bəs yarı demədim. Qalanı da olacaq da. Mən Ar- yazmışam. Ha yaxşı onda sən də davam elə 5-ə yazmısan. 5-də. Yemək satmayacaq olsun. Bir dənəsi. İkisini elə bəs. About olanda arada. About to niyə ki beginning nədir? Beginning nədir? Qıcı. Başlanğıc. Nəyin başlanğıcı? Yanvarın. Ya Başlanğıc onda April. İyun'a. Niyə ki able to? Duyu olmurdu mən deyim. Ha vaxt var burada. Beginning June nədir? June. June yazılıb orada. Hə. İyunda ki. Hə, şey, onda artıq deyil. Obrusunda olacaq da, obrusunda da artıq olacaq. Ar sonra nə? Beauty-da. Ha. 6 değil. 6 değil. Tərcümə elə 6-da. David and Sveta. Steve Steve de Sveta. Hə. complete Komplektdə yığırlar. complete tamamlamaq. Tamamlar. Öz araşdırmalarını 95-ci ilin sonuna qədər Tamamlamalı idilər. tamamlamalıdılar bəli. Okay. 7. Deməli after demək you. Nə? Bir də eşitmirəm. Arabatu. About to-dan da əlavə yox, tərcümə edirlər də biraz. Deyir ki, after, sonra. Nədən sonra? Studying. Dərsdən. Təhsil də var, bir də araşdırma var bunun mənası. Nə mövzunu araşdırandan sonra sən solve həll edə biləcəksən. O bir verməli. Bəli. Able to. Bacarma bilmək. Tərcüməyə də biraz baxmaq lazımdır. Burada tərcümə eləməliyik. 100%. Böyük gəmilər. Aha. Navigator da. Hə. Navigasiya. Sayda. Deməli, River after can is deepened. Kanal dərinləşdiriləndən sonra navigasiya etmək üzrə olar. Burada nə olacaqdı? Will be able to. Eləyə biləcəklər, bəli. Çünki tərcüməyə də baxmaq lazımdır. Kanallar dərinləşdiriləndən sonra keçə biləcəklər. 9. Jüri nə idi? İyun. Belə jüri. İyun. Jüri də jüri. Hə, o jüri. Jüri, bəs o söz nədir? Anons eləmək. Is able. About to. Bəli. Ya. Tərcümə elə. Deyir ki, jüri anons eləyəcək qalibləri. Eləmək üzrədir. Eləmək, bəli. Bəli. Eləmək üzrə.